Sünnilərlə Vəhabilər deyirlər ki, Həzrət Peyğəmbərimizin həyat yoldaşları da bu Əhl-i Beytə daxildir. Cavab nədir? Cavabı sünni kitablarından verəcəm. Əvvəla, Həzrət Peyğəmbərimizin həyat yoldaşları elə Peyğəmbərimizin həyat yoldaşıdır, ailəsindəndir. Amma məxsus olaraq Əhl-i Beytin içində deyirlər. Həzrət Peyğəmbərimizin hədislərindən başa düşürük, Həzrət Peyğəmbərimizin əməllərindən bunu başa düşürük və buna sünni kitabları özü şahidlik edir. Baxın əzizlər, Sünən-i Tirmizi kitabı sünnilərin 6 kitablarının, 6 əsli kitablarından biridir Sünən-i Tirmizi. Bu kitabın Kitab-ül Mənaqib bölməsində 32-ci babında Bab-ı Mənaqib Əhl-i Beytin Nəbi sallallahu aleyhi və səlləm. Əhl-i Beyt haqqında bir bab ayırıbdır Tirmizi, Mənaqiblərin Əhl-i Beytin gətiribdir burada. Bu kitabın 3787-ci hədisində bir hədis gətirir burada. Ömər İbni Əbi Sələmə, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin tərbiyyət etdiyi, boya başa çatdırdığı bir şəxsdir Ömər ibn Əbi Sələmə. Bu şəxs deyir ki, qalə nəzələt hazihil ayə ələn-nəbi sallallahu aleyhi və səlləm. Alihi yoxdur, mən alihini gətirirəm. Sünnilər həməşə salavatdan Peyğəmbərimizin ailəsini ayırıbdılar. Deyir ki, o zaman ki, bu ayə nazil oldu Peyğəmbərə, hansı ayə? İnnəmə yuridullahu liyudhibə ankumur ridsə əhləl beyti və yutahhirəkum təthira. Bu ayə ki, nazil oldu Peyğəmbərimizə, yəni ki, Allah təbarəkə və təala iradə edibdir ki, sizlərdən ridsləri, pislikləri uzaqlaşdırsın, siz Əhl-i Beytdən pislikləri uzaqlaşdırsın və bu şəxsləri təthir eləyibdir. Allah təbarəkə və təala bunları pak qərar veribdir. Bu ayə deyir ki, nazil olanda, harada nazil oldu? Fi beyti Ümmü Sələmə, Həzrət Peyğəmbərimizin həyat yoldaşı Ümmü Sələmənin evində. Diqqət edin. Hətta Nəbi sallallahu aleyhi və səlləm Həzrəti Peyğəmbərimiz çağırdı. Kimləri çağırdı? Fatimətə və Həsənən və Hüseynən fəcəllələhum. Həzrəti Fatiməni çağırdı. İmam Həsəni və İmam Hüseyni çağırdı. Fəcəllələhum bi kisa. Fəcəllələhum bi kisa. Onların üstünü öz əbası ilə, öz kisası ilə örtdü. Və Əliyyun xəlfə zəhrihi fəcəllələhu bi kisa. Və Həzrəti Əli əleyhissalamla Peyğəmbərimizin belinin dalında oturdu. Peyğəmbərimizin belinin yanındaydı, bir arxa tərəfində idi və onu da öz kəsası ilə, öz əbası ilə onun da üstünə atdı. Yəni 5 nəfər bir yerdə oturublar və Peyğəmbərimiz öz əbasını çəkir, onların hamısının özünün və onların başına. Peyğəmbərimiz buyurur: "Allahümmə haulai əhlu beyti." İlahi, bunlar mənim əhli beytimdir. Bunlar mənim əhli beytimdir, mənim ev əhlimdir, mənim ailəmdir. Fəəzhib ənhumur ridsə və təhhiruhum tətira. Bəh-bəh. Deyir ki, Peyğəmbərimiz buyurdu, fəəzhib, bəs apar, ey Allah, ey Pərverdigara, bunlar mənim əhl-i beytimdir, bəs apar bunlardan pislikləri və bunları pak qərar verir. Peyğəmbərimiz ayəni burada göstərir cəmaata, göstərir ki, kimlərdir bu əhl-i beyti? Məxsus olaraq bu əhl-i beyt kimlərdir? Sünnilərlə Vəhabilər deyirlər ki, Həzrət Peyğəmbərimizin həyat yoldaşları da əhl-i beytə daxildir. Amma ardına baxın. Qalət Ümmü Sələmə. Ümmü Sələmə Həzrət Peyğəmbərimizin həyat yoldaşı buyurdu. Və ənə məəhum ya Nəbiyyəllah. Buyurdu ki, ey Allahın nəbisi, mən də onlardanam. Allahın Rəsulu nə buyurdu? Buyurdu ki, qalə ənti əla məkaniki və ənti iləyyə xeyr. Sənin də öz yerin vardı, sənin öz məkanın vardı, məxsus olaraq məkanın vardı. Sən də mənə nisbət xeyirlisən, sən də yaxşısan mənə, amma bunlardan deyilsən.